Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu bu ilin fevralında Türkiyədə baş verən zəlzələ bölgəsinə daha 2 tır humanitar yardım göndərib. Yardım havaların soyması ilə əlaqədar içərisində azərbaycanlıların da olduğu zərərçəkmiş şəxslərə dəstək məqsədi ilə yola salınıb. Yorğan, kondisioner, isidici və yemək bişirmək üçün sobalardan ibarət ümumilikdə 18 tonluq yardım Kahramanmaraş vilayətinin Fövqəladə Hallar Xidmətinə göndərilib. Diasporla İş üzrə Dövlət Komitəsi və Diaspora Dəstək Fondunun dəstəyi ilə bu artıq 3-cü yardımdır ki, Türkiyəyə edilir. Bundan öncə də Kahramanmaraşa və Hataya yardımlar getmişdi. Bu yardımlar yenə davam edəcəkdir. Son derece değerli, anlamlı buluyoruz. Çünkü Azerbaycan'ın bu tek yürek davranışı bizim için son derece değerlidir, manidardır. Kardeşliğimizi güçlendirecektir ve muhkemleştireceğine inanıyoruz. Bu bizim için aslında yaralarımızı hep birlikte sarmaya devam edeceğiz yaklaşımıdır. Kardeş Azerbaycan'a bu duyarlılıkları, bu hassasiyetleri nedeniyle bir kez daha Türkiye Cumhuriyeti adına, milletimiz adına teşekkür ediyoruz.